Başlayaq. Demək, bugünkü dərsimiz olacaq Roma. Baxın uşaqlar, ilk öncə Roma harada yerləşirdi? Qədim Roma. Roma yerləşir harada? Apenin yarımadasında. Apenin yarımadası. Apenin yarımadası harada yerləşir? Balkan yarımadasının qərbində. Ayşə o. Yəni, baxın, bu gördüyümüz çəkmə formasında olan hissə, sanki qadın çəkməsidir, o qışda qeyliyə, savaşıq dediğimiz. O formadadır və bunun daban hissəsi düşün Yunanistana, yəni Balkan yarımada. Öndə yerləşirsən burada. Bunun hissəsində də Siciliya adasın. Sanki elə bir top oyununda, belə topla vurur Siciliya. Yaxşı, burada Yunanlılar buranı İtalya adlandırırlar. Baxırlar, İtalya adlandırırlar və yəni buzovlar ölkəsi. Niyə? Bir də belə yaşıllıqları var idi, yaşıl otlaqları. Deyirlər, nə yaşıl? Burada buzovlar otlayar və yəni o mənada buzovlar ölkəsi adlandırırlar. İtaliyadan, yəni İtaliyanı belə deyək də şimal hissədən, bax bu hissədə şimal hissədən, o gördükləridir, dağlar. Alt dağlardır, alt dağları. Yəni bu qaracağında da, bax bu hissədə də yerləşir Siciliya adası. Burada müxtəlif tayfalar yaşayırdı, amma ən inkişaf etmiş tayfa desək, Etrus tayfalarını götürəcək, yaxşı? Etrus tayfaları. Ondan sonra Apenin yarımadasının mərkəzində də Latin tayfaları da yaşayırdılar. Gəlin Roma şəhərinin əsasının salınması. Roma şəhərinin əsasını alıb salındı? Bəli, eradan əvvəl 753-cü ildə. Necə biz Yunanistan'da 776-nın tədbirin başlanğıcı götürmüşdük? Roma'da da 753-cü ildən götürüləcəkdir. Bəli, qədim Roma deyilir ki, 3 dövrə bölünür. Hansını xatırlayırıq mı? Respublika, başqa deyək, Padşahlıq, Respublika, İmperiya. Bəli. İndi baxsaq bura, görərik ki, Padşahlıq dövrü başlayır Roma şəhərin əsasının qoyulmasından. Yəni, 753-də eradan əvvəl. Neçə verə? 509-a qədər eradan əvvəl. Respublika 509-dan başlayır. Bəli, eradan əvvəl 27-yə qədər. İmperiya dövrü də eradan əvvəl 27-dən əhatə edəcək bizim eramızın 395-ci ilinə qədər. 395-də nə olur? Parçalanır. İndi padşahlıq dövrü deyirəmsə, normal olaraq Romanı kim idarə edəcək padşahlıq dövründə? Təbii ki, bəli, padşah idarə edəcəkdir və burada da deyirik ki, əhali, necə ki, Yunanistan'da 2 hissəyə bölünür deyə. Bax, burada da 2 hissəyə bölünür. Hansılardır? Patrisilər və plebeylərdir, bəli. Patrisilər, yoxsa plebeylər buranın yerli sakinləridir. Patrisilər, Peter, ata sözündən, buranın yerli sakinləridir. Plebeylər bura sonradan gəlmişdilər, sonradan. Yaxşı, torpaq sahələridir, otlaqlardır, idarə etmədir. Hamısı kimlərin əlindədir? Patrislərin. Yunanistan'da kimlərin əlindədir? Aristokratlar. Burada Asafqalar Şurası necə adlanırdı? Senat adlanırdı. Senatın üzvündə necə adlandırırsa? Senator. Bir nəfəri seçirdilər padşah. Bax, seçirdilər deyirəm. Amma necə idi bu? Yəni, ömürlüydür. Padşah ömürlük hakimiyyətdə qalırdı. Öləndən sonra başqasını seçirdi. Sonra burada deyirik ki, plebeylər gəlmələr idi. Bunların torpağı var idi. Bəli, yox idi, çünki verilmirdi. Bunlar da ona görə kimin torpaqlarını icarəyə götürürdülər? Varlıların torpaqlarını icarəyə götürürdü. İcarə vəzifə nə verirdilər onlara? Məhsul. Məhsul verirdilər, məhsulun yarısını verirdilər onlara. Nə ilə məşğul olardılar sizcə bunlar? Əkinçiliklə, maldarlığına, üzümçülüklə, bağçılığına və s. Uşaqlar, sonra bunu 509-cu ildə padşahlıq edirdilər. Sonuncu hökmdar devrib Respublika yaratdılar. Respublika nədir? Ümum xalq işidir. Yəni, xalqın idarə etməsi deməkdir. Respublikada seçkili orqanlar var idi. Seçkili idarə etmə formasıdır. Məsələn, burada vardı Asafqalar Şurası. Padşahlıq dövründə də vardı. Respublika dövründə də vardı. İmperiya dövründə. Senat hər üçündə var. Məsələn, xalq yığıcağı vardı. Xalq yığıcağı nə edirdi? Burada hər il konsul seçirdi. Konsul. Və konsul nə işə baxırdı? Konsul müharibə vaxtı qoşun başçısı olurdu. Hər il, yəni
2 dənə konsul seçilir. Yəni, bir il müddətdə Romanı idarə edir. Hər il seçilir deyilirsə, demək, bir il müddətdə Romanı idarə edir də 2 dənə konsul seçilirlər. Sonra Senat burada, yəni Ağsaqqallar Şurası geniş səlahiyyətlərə malik idi. Əmir amanlıq dövrü olanda, dinc olanda konsulla bir yerdə məsləhətləşmələr aparırdı. Amma müharibə vaxtı konsul boşuna başçılıq edir. Senat hansı işlərə baxır? Xəzinəyə baxır. Müharibə sülh məsələlərini, maliyyə məsələlərini həll edir. Həmçinin Senatın hazırladığı qərarlar var ki, səs vermək üçün hara çıxardıldı, xalq yığıncağına göndərilir. Və Romanın müəyyən müddətdə burada seçilmiş adamlar idarə edirlər. Yəni, müəyyən müddətdə seçilmiş adam verirsə, konsuldan söhbət gedir. Aydındır mı? Sonra, həmin bu Ağsaqqallar Şurası xarici daxili məsələlərə də baxırdı. Maliyyə işlərini də nəzarət edirdi. Xəzinəyə də baxırdı. Müharibə sülhə də baxırdı və s. qərar da hazırlayırdı. Uşaqlar, respublika quruluşu olsa da, plebelər yenə hüquqsuz qaldılar. Plebelərə heç bir hüquq verilmədi. Ona görə də bir də Romada qoşunu əsasında plebelər təşkil edirdi. Ona görə də plebelər deyir ki, biz qoşunda xidmət eləməyəcəyik. Təbii patrişləri bundan narahat olsun. Çünki plebelərsiz qoşun, Roma qoşunu necə olar? Zəif olar, düzdürmü? Ona görə də güzəştə getməyə məcbur oldular. Və eradan əvvəl 5-ci əsr əvvəllərində plebeylərin hüquqlarını müdafiə edən xalq tribunlarını, seçmə hüquqları qazandılar. Xalq tribunu demək nə işə baxır? Plebeylərin hüquqlarını müdafiə edir. Hətta Senatın və konsulun plebeylərlə bağlı hər hansı bir qərarda veto qoya bilər, yəni qadağan eləyə bilərdir ki, xalq tribunu. Xalq tribununu öldürmək Romada ən ağır cinayətdir. Amma buna baxmayaraq, Dayqraq və Tiberiqraq qardaşlar tribun olanda onları öldürürlər. Hansısa bir yolla aradan götürürlər. Sonra gəlirik nəyə? Eradan əvvəl 3-cü əsrdə plebeylər Romanın tam hüquqlu vətəndaşı olurlar. Nə vaxt olurlar? 3-cü əsrdə, bəli. Ancaq biz demişdik, Yevosla vaxt vətəndaşı hüquq qazanmışdır. 5 yox, 6-cı əsrdə. Çünki son istiratından sonra, bəli, doğrudur. Sonra gəlirik burada nəyə? Yəni, belə deyək də, Romada belə bir şey var idi ki, demokratik dövlətə çevrilə bilmədi. Zadəgan Respublikası oldu Roma. Niyə? Çünki bir sıra varlıq, plebey və patrisisin əlində cəmləşdi. Bir də Romada əmək haqqı verilmədiyi üçün vəzifəyə kasıbın marağı yox idi, deyir orada kresloda olursun. Bir şeydə heç bir əmək haqqı verilmir də, yəni. Ona görə. Sonra gəlirik burada nəyə? Romanın parçalı və hökmranlıq et siyasətinə. Təbii ki, baxın, bu Romanın ordu məsələn, quruluşu kimi belə tıspağa düzülüşü forma verilir. Yəni, necə? O tıspağa çanağı olur, çanağın altında bizlər var. Bunları da görsün, həmin o şeylər nə deyirlər, dəbirdə deyirlər, nə bilmirlər, qalxanın altında, dəbirdə başa qoyulur, qalxanın altında şey deyirlər, qorunmaq üçün. Sonra burada gəlir nəyə? Legion adlanırdı, Roma qoşunu Legion 4500 nəfərdən ibarət olurdu. Əsas gücünü də ağır silahlı piyadalar təşkil ediyordular. Sərt nizam intizamla idi və burada Senat belə deyək də Romanın haraki işğal edəcək, orada parçalı bir hükümranlıq, yəni daxildən parçalayıb, sonra oranı orada işğal edərək hükümranlıq etməyə başlayır. Sonra biz baxacaq burada nəyə? Bunların işğallarına baxsaq görək ki, Roma eradan əvvəl 3-cü əsr əvvəllərində bütün İtaliyanın işğalını başa çatır. Sonra keçir Siciliyada, xəbər Siciliyanı göstərdim. O bunun hissəsində yerləşir, top verir. Aysa, Siciliya adasını tutmağa çalışırdı. Buna görə də burada Karfagen var idi, Afrikada yerləşən Karfagen dövləti ilə toqquşmalı olur. Bir də bir şey soruşun da, Siciliya xəritə gözünün qabağına gətirir. Qərbində, şərqində Roma. Aysa, o zaman belə çıxır ki, Roma qərb uğrunda mübarizə aparır Karfagenlə, düzdürmü? Və həmin bunlar Karfagenləri Hunlar adlandırdığı üçün bu müharibə Hun müharibəsi aparır. Xatırlayan müharibə neçənci illərdə başlamışdır? Bəli, eradan əvvəl 3-cü əsr ortalarında, yəni 264-də başlayıb neçədə də davam edir? Eradan əvvəl 146-ya qədər. Nəticədə nə olur? Romalılar qalib gəlir, Siciliyanı tuturlar. Siciliyadan yuxarıda Sardiniya, Korska adaları var idi ki, onları da tutmuşdular və
çevirmişler. Gördünüz, Aralıq dənizinin qərbini Siciliyan tuturlar, Sardiniya adasını, Korsika adalarını tuturlar və Kartagena özlərinin əyalətinə çevirirlər. Aydın oldu mu? Aralıq dənizinin qərbini işğal edərlər. Sonra köçür şərqinə. Şərqi deyilənsə hara gedirlər? Hara gedirlər? Daha ne var burada? Yunanistan, Aysa, Yunanistan ve Makedonya'nı işgal etmeye başladı. Birinci yine 146'da Makedonya'yı tuttu. Makedonya işgal edilenden sonra da oradan keçir Yunanistan'ı özünün itaəti altına alacaq. Bu da belə. Ondan sonra bir şey demədim. Bunlardan əvvəl Suriyanı tutdu, Suriya padşahlığını. Suriya padşahlığını öz hakimiyyəti altına alandan sonra Kiçik Asiyada torpaqları ələ keçirir. Və bundan sonra da o Balkan yarımadasını işğal etmək üçün yol açılır bunlara. Demək ki, nə oldu? Suriyada 2-ci əsrin ortalarında, yəni təxmini 146-cı ildə ələ keçirilmişdir. Sonra gəldik burada nəyə? Bundan sonra Yunanistanı tutandan sonra 2-ci əsrdə Roma Aralıq dənizində ən qüdrətli dövləti çevrildi. Şeyə nə demişdik? 5-ci əsrdəydi, bəli. Ondan sonra gəldik burada nəyə? İşğal olunan ərazilərin canişinləri, buranın daha doğrusu canişinlər vasitəsilə idarə edirlər. Romada da var. Sonra biz Misirdə kimi demişdik? 3-cü Simosun dövründən dedik ki, Suriya və Fələstini canişinlər idarə etmişdir. İranzun dövründən vilayətləri canişinlər idarə etmişdir. Kutilərin vaxtında canişinlər var idi. Bəli. Ondan sonra gəlir nəyə? Burada qalib gələn sərkərdə deyək ki, Tüluzla, yəni nə ilə? Öz qoşunu ilə 4 dənə at qoşulmuş bir araba ilə sərkərlər şəklində Roma şəhərinə daxil oldu, o da təzyiq olundu. Bu işğallar çoxdursa Romaya gətirilənlərin də sayı çoxdur. Qulların da sayı çoxdur. Bu qullar da çox olanda artıq burada ağır vergiləri ödeyə bilməyən əyalətin sakinləri var ki, bunlar da pula çevrilir və bunların sayı getdikcə artır. Bu da kəndlilərin əməlli tələbatı azalır və beləliklə də kəndlilər mevcudsiz olur və silah ala bilməkdə sahib ordunu döyüşə bilmirlər. Nəysə, bura gələcək. Burada qulları bilsin necə adlandırırlar? Danışan alətlər adlandırırlar. Öküzləri böyürən adlandırırlar. Əmək alətləri dilsiz adlandırırlar. Qulları da danışan alətlər adlandırırlar. Bu da belə. Ondan sonra gəlir nəyə? Deyir ki, gəlir dünyanın heç bir ölkəsində deyir, Romada olduğu qədər qul yoxdur. Romada qulların quruluşu çox yüksək inkişaf etmişdir. Sonra gəlir nəyə? Romanın ən qiymətli miraslarından biri onun hüquq sistemidir. Romada ilk yazılı qanunlar 5-ci əsrin ortalarına aiddir. 5-ci əsrin ortalarına. Və tarixdə ilk yazılı qanunlar Şumerlərə. Tarixdə ilk məlum xəlifələr Şumerlərə, 3-cü minilliyə aiddir. Amma desək ki, Romanın ilk yazılı qanunları 5-ci əsrin ortalarında. Necə adlanırdı bunlar? 12 dövrə qanunları. Bəli, indiyin özü də Azərbaycan hüquq sistemində və bir sıra ölkələrin hüquq sistemində bu qanunların təkmilləşmiş formalarına baxıyordur, istifadə olunur. Yəni, məhkəmədə bilirsiniz ki, əksiz sübuta yetirilməyənə qədər hər bir kəs günahsız sayılır, təqsirsiz sayılır. Təqsirləndirilən şəxslər hakim qarşısında özlərini müdafiə edə bilərlər. Bir də hakimlər qərar qəbul edərkən nəyə əsaslanmalıdır? Dəlillərə, sübutlara əsaslanmalıdır. Bu da öz deyəliklər. Sonra gəldik burada nəyə? Uşaqlar, dedik ki, bu qul əməlinin geniş tətbiq olunması kəndlərin yoxsullaşmasına səbəb olur. Buna diqqət edirsən. Ondan sonra burada qulların qüvvəsi ilə deyirik ki, torpağın becərilməsidir, məhsul əldə edilməsidir, çox ucuz başa gəlirdi. Ucuz başa gəldiyinə görə kəndlilər öz məhsullarını ucuz qiymətə quldarlara verirdilər və torpağını itirirdilər, hər bir xidmətə çağrılanan sayı azalırdı və Roma qoşunu zəifləməsinə səbəb olurdu. Və bu zaman, görürsünüz, burada Qraf qardaşları var, Tiberi Qraf və Qayqraf. Tiberi Qraf 133-cü ildə tribun seçildi və torpaq qanunu tətbiq edirdi, Abra qanunu verir, torpaqla bağlı qanunlar. Qanuna görə hər bir varlı Romalı 250 hektardan artıq olan torpağı onun əlindən alınır
və kimlərə verdi? Kəndlilərə verdi. Bəli. Və kəndlilər həmin torpağı kiməsə sata bağışlaya bilməzlər. Yəni ləğv olunur. Niyə? Çünki qullarlar o torpaqları ala bilməsinlər deyə. Tiberiyə bunlar Senat təbii ki, bunlarla razılaşmaq istəmir. Ancaq xalq yığıncağı bu qərarı qəbul edir. Sonra da buna şərait var ki, bu padşah olmaq istəyir və bunu öldürüb Tiber çayına atırlar. Tiber qıraqdan sonra Qayqıraq gəlir, Qayqıraq da eyni ilə qardaşın islahatını davam elətdirir. Yoxsul kəndlilərə hətta bu dövründə dövlət anbarlarına ucuz qiymətə taxıl da paylanır. Biz hətta harada keçdik ki, orada taxıl anbarları var idi, azlıq zamanı, quraqlıq zamanı, orada taxıldan əhaliyə... O necə də yol parıq bu? Heç biri. Marka. Soruşmaz olaydım. Sonra, burada deyir ki, təbii ki, bu Qayqıraqın islahatları senatın xoşuna gəlmir və buradan küçə döyüşlərinin birində Qayda onun tərəfdarları öldürdü. Qayda öldürdükdən sonra torpaqların paylanması da dayandırılır və yenidən o torpaqların satılması ki, qadana verilən qanun var idi. Onu da ləğv edirlər və yenidən həmin o torpaqları almağa başlayırlar. Sonra burada uşaqlar biz dedik ki, işğal nəticəsində qullar gətirilir, düzdürmü? Həmin o qullardan güclülərini öz maraqları üçün bunlar məşq eləşdirir, sonra bir-birlərlə döyüşdürürdülər. Bu da gladiator döyüşləri adlanırdı. Erdən əvvəl 3-cü əsrdən başlamış gladiator döyüşləri arenalarda, amfiteatrlarda, bunu döyüşdürmüş sahələr var, orada keçirilirdi. Və riayəti burada verib onu, bir dənə ondan deyib, sonra qaydım. Neysə, çox getdik, qaydan da var. Sonra göstərərəm, qarşınıza çıxsa. Neysə, baxın, bu qullardan biri də kim idi? Spartak idi, Aysa. Spartak, o Kapiya şəhərində böyük gladiator məktəbi var. Oradan qaçır, özü ilə də deyir ki, 68 dənə qulu götürür, qaçır, səfirlərdən 68 olmalıdır. Və burada, deyək, Müslümançılara qarşı 2 dənə konsul göndərirlər və 74-cü ildən 71-ci ilə qədər Spartakın üsyanı olur, sonunda Spartak həlak olur. Və Krasın ordusu köməklə Pompey gəlir və Spartakın, belə deyək də, o Siciliya arasında keçmək istəyəndə onu tuturlar, dəniz bulurlar. Ondan sonra gəlir Spartak üsyanında yatırılır. 74-dən 71-ə qədər. Gəlir nəyə? Burada uşaqlar, baxın, bu Spartakdan sonra 6000 dənə bulu çarmıqa çəkmişlər var. Bir də Spartakın bir sözü var ki, acından ölməkdəsə bunun zərbəsindən ölmək daha yaxşıdır deyə. Gəldik, püşk atılmışdır. Püşk atılmışdır deyə kimdir? Sezardır, bəli. Baxın, arasız müharibələr Roma ordusunda dəyişikliyə səbəb olur. Tutaq ki, əvvəllər kəndlilərdən ibarət idisə Roma ordusu, artıq muzlu döyüşçülərdən, muzlu döyüşçüdə nədir? Pul alır və döyüşür. O pulu da verən sərkərdəyə bu sədaqət anını içəcəkdir, düzdürmü? Dövlətə yox ki, hansı sərkərdə ona pul verir ona. Və beləliklə də Roma dövlətində artıq bu vəziyyət 1-ci əsrdə hakimiyyətə gəlmək istəyən sərkərdələr arasında vətəndaş müharibəsi səbəb olur. Və həmin bu sərkərdələr kimdir? Deyək ki, Julius Caesar'dır. Ondan sonra da Senat tərəfindən də Pompey'dir, Kras. Və burada gəldik deyə, Kras da 53-cü ildə o atıb yenə də Karla döyüşü var, orada öldürdü. Qalır burada Julius Caesar'dan Pompey. Julius Caesar kim idi? Julius Caesar Galliyanın canişinidir. Yəni əslində konsul olur, sonra Qalliyaya canişin təyin olur. Bu zaman deyir ki, Qalliyanın yalnız cənubu tabidir, bu bütün Qalliyanı tutmuşdur. Bundan sonra bu püşk atılmışdır deyərək 49-cu ildə Romaya daxil olur. Pompey öz ordusunu hələ tam deyək ki, qura bilmir, ona görə də gecikir və bu özünü Romaya daxil olaraq diktator elan edir. Həmçinin öz heykəlində də tanrıların heykəlini bir yerdə qoyur. Sonra bu, buradakı respublika quruluşunu ləğv edib, monarxiya quruluşu yaratmaq istəyir. Ona görə də bunu 44-cü ildə Senatda öldürülür və ən yaxın köməkçisi var idi. Brus zərbəli axırıncını yox, ilk zərbəli yəqin ki, Brus ona vurmuşdur. Ona görə deyək, sən də Brus. Yəni, insan ən yaxınından zərbə alanda deyək, yəni, Sezar'ı keçirdiyi hissləri keçirirlər. Neysə, gəlirik nəyə? Burada, belə deyək də, Sezar'ı öldürəndən sonra onun qəsçiləri bu gözlərdən tərəfdən tapa bilmirlər. Və
məcbur qalırlar, buna tərk edilən qaçırlar. İndi burada Sezarın köməkçisi var, Antoni. Bizə tanışdır bu Antoni. Harada tanışdır? Bəli, Antoni, Fransız döyüşündən. Bir də var burada Octavian. Octavian da bizə oradan tanışdır. Bəli, arxabazdan bunlar yaxın olmuşlar. Və deyirik ki, bunlar respublikaçılara qarşı çıxırlar, onlar məğlub edirlər və qaliblər Roma dövlətinin idarəsini öz aralarında bölürlər. Misir qalır Antoni'də, çünki gedir orada Kleopatra ilə evlənir. Antoni şərq vilayətlərin hakim olur. Octavian da qərb vilayətlərin hakim olur. Sonra Octavian deyir ki, mən hamısını istəyirəm. 31-ci ildə bunlar arasında müharibə baş verir. Kleopatra ilə Antoni özünü öldürürlər və Misiri də bu gedir 30'da tutur. 30'da Misiri tutandan sonra 27'də də Roma imperiyasının əsasını qoyur. Yəni Roma çevrilir imperiya. Baxın, 30-cu ildə İskəndəriyyəni tutmaqla, Misiri gelib tutmaqla vətəndaş müharibəsi başa çatır. Yəni Romada vətəndaş müharibəsi desə eradan əvvəl 49 və eradan əvvəl 30-cu illərə əhatə edilir. Aydındır? Bəli. Ondan sonra gəlir nəyə? Burada sonuncu Roma imperiyasının sonuncu qüdrətli geniş işğalçılıq həyata keçirən hökmdarı var Mark Trayan. 115-117-ci illərdə Asiyayı yürüş edir. Mesopotamiyanı, Kiçik Asiyada Kilikiyanı, Ərəbistan yarımadasını bir çox əraziləri işğal edir. Sesruğunu tutur. Həmçinin partiyanın fəthini başa çatdıra bilmir. Niyə? Çünki işğal elədiyi ərazilərdə üsyanlar baş verir. Ona görə də geri qayıtma məcburiyyətində qalır və Trayanın deyək ki, yürüşləri Romanın son işğalcı yürüşləri olur. Aydındır və gəlirik burada nəyə? Sonuncu Konstantin var burada. Konstantin sonuncu deyil. Yəni Konstantin Roma'yı sevmir, Roma şəhərini sevmir, bunları sevmir. Sevmədiyi üçün paytaxtını köçürür şərqə. Şərqdə haraya? Bax bu hissəyə. Yəni Konstantinopol. Bizantidir, sonra bu Konstantin adı ilə Konstantinopol adlanır. Sonra 1453-cü ildən sonra necə adlanacaq? İstanbul. Baxın, Araz dənizini, Qara dənizini birləşdirən, Avropadan, Afrikadan Avropaya keçən o körpü, qızıl körpü. Hala dura? İndiki İstanbul. 330-cu ildə köçürmüşdür. Sonra burada uşaqlar. Baxın nəyə? Baxın, burada Konstantinopol daha yaxşı görə bilərsiniz. Bu da Roma parçalanması indi deyəcək. 395-ci ildə baxın, bax buradan bütün Roma'yı əhatə edir burada. İki hissəyə parçalanır. Bura olur Qərbi Roma, Burada Şərqi Roma'da Bizans. Ən uzun ömürlü dövlət Şərqi Roma. Uşaqlar, burada belə deyir ki, Qərbi Roma imperiyasına baxsaq, hakimiyyət altında haradır? İtaliyadır, ondan sonra Avropadır, Afrikanın bir də qərb vilayətləri. Bax bu isə Afrikanın qərb vilayətləri. Ancaq şərqiyə baxanda görürük ki, burada Balkan yarımadasıdır, Misirdir, həmçinin Kiçik Asiyadır, torpaqlardır ki, Şərqi Romanı əhatə eləmişdir. Sonra gəlirik burada quldarlığın tənəzzülünə. Niyə tənəzzül eləyəcək quldarlıq? Çünki Romalılar burada qullar var idi. Qullar inkişafı ləngidirdi. Çünki burada eranın ilk əsrlərindən su dəyirmanları var idi burada. Cavahanlı köxanlar vardı. Biçin alətləri vardı və s. Ancaq qullar heç bir marağı yox idi. Niyə? Məhv edirdilər də, yəni qırırdılar. Ona görə də 2-3-cü əsrlərdə quldarlıq texnikasının inkişafı ləngiyir deyə burada kolonlar və daxmalı qullar yaranmağa başladılar. Yəni, belə deyək də, daxmalı qullar əldə etdikləri məhsulun bir hissəsini sahibinə verirlər, qalanı oldu öz dəyərini, həmçinin bu kiçik hissələrə bölərək azad kəndləri icarəyə verirlər, öz malikanələrdir, torpaqlarını malikanə sahibləridir. Həmçinin bunlar da bunu icarəyə götürürlər, belə icarədarlar da kolonlar adlanır. İndi kolonlar qullara nisbətən daha yaxşı yaşayırlar. Amma hər ikisi məhdudun müəyyən hissəsi verirlər. Kolonlar icarədarıydı, daxmalı qullar asılı qullarıydı amma. İkinci əsrdə də qulların öldürülməsi qadağan olmuşdu, bu da Adrian dövrünə düşür. Qulların öldürülməsi qadağan edilmişdir. Sonra barbarların hücumları oldu, Gokların hücumları oldu, German tayfaların hücumları oldu və bunlar dövləti zəiflətdi. German tayfaları Galliyanın, ondan sonra İtalyanın,
Qalyanı, İtalyanı, İspaniyanı bunlar tutdular. Şimali Afrikaya gedib girdilər. Hətta 5-ci əsrdə Romaya hücum elədilər. Hunlar, Atilla'nı yadınıza salın. Keçən ildə Atilla'nın hüzurunda Roma papası gedir, xahiş edir ki, Roma şəhərinə toxunması 452-ci ildə. O da toxunmamışdı, geri qayıtmışdı. Sonra 455'te Vandallar Romanı qarət eləmişdi. 476-cı ildə də sonuncu Qərbi Roma İmperatoru Germanlar tərəfindən süquta, yəni taxtdan salınır və Qərbi Roma 476-cı ildə süqut olur. Bu ilə də Qərbi Avropada Bulgarlı kuruluşu dağılmıştı. Aydın oldu mu? Evet. Ay sağ ol. Bir de neden? Burada medeniyet hissesi var bir burada. Bir de ne oldu ki Roma tarihinin en meşhur haricisi var. Tit Livy olmuştu. Tit Livy. Sonra burada Antiyatro'da gladyatör dövüşlerini geçirdirdi. Ben dedim Atina'da Parthenon məbədi vardı. Sığ Atina, Parthenon. Roma'da Pantheon. Bütün Allahların məbədiydi. Trayan sütunu var idi. Trayan şəhərində qımmətinin mürdüyündəydi. Terimlər vardı. İstihamınlar, terimos sözündən. Romanı adlandırılır əbədi qızıl şəhər və ya sadəcə şəhər. Qızıl meydanı vardı. Sirk, at yarışları keçirilirdi burada. Sonra eradan əvvəl birinci əsrin və bizim eramızın birinci əsrin başlanmışı Roma poeziyasının qızıl dövrü də adlanmışdı. Sonra burada Vergili var idi ki, Eneida poemasını yazmıştı. Octavian August düşərində, Octavian'a da August təxəllüsü verilmişdi. Tit Livy dedim, sonra da Latin əlifbasından istifadə edildi Romalılar. İndi də Azərbaycanda da istifadə olur olan Latin dili İtalyan, Fransız, Rumun başqa dillər üçün də əsas olmuşdur. Bir də nə deyəcəm, Xristiyanlığın əsası qoymuşdur. Birinci əsrdə Fələstində və Konstantin 313-cü ildə onu ne eləmişdi? Dövlət dini daha doğrusu elan eləmişdi. Ölümünə yaxın da qəbul eləmişdi bunu. Bir də nə bağlıdırlar? Məndə də kifayətdir. Bir də burada şeylər var idi. Betonu ixtira eləmişdilər. Sonra memarlıqda sütunlar vardı. Düz bucaqlı binalar Yunan üslubu ilə yanaşır. Xalq, sərdabə, günbəz və sair formada da binalar tikirdirlər. Aha, belə, Hristiyanlığın da Peyğəmbər kim olmuşu İsa deyil. Bəli.